Prezident Məsud Pezeşkiyana qarşı artıq impeachment tələbləri gündəmə gətirilir. Bu da onu göstərir ki, İranda siyasi sistem daxilində artıq kifayət qədər ciddi bir parçalanma meyilləri mövcuddur. Məsud Pezeşkiyan faktiki olaraq müasir İranın siyasi sisteminə yad bir siyasətçidir. Onun açıqlamaları, bəyanatları və fəaliyyəti bütövlükdə mövcud siyasi sistemin qoyduğu qaydalardan, çərçivələrdən, özlərinin dediyi kimi qırmızı cizgilərdən kənara çıxır. Məsud Pezeşkiyan nə deyir? O deyir ki, əgər qonşularla münasibətlərimiz yaxşı deyilsə, bunun günahını özümüzdə axtarmalıyıq. Bu da siyasi sistemin maraqlarına kəskin şəkildə ziddir. Eyni zamanda İranın indiki prezidenti açıq şəkildə bəyan eləyir ki, İranda daxili vəziyyət olduqca pisdir. Yəni ağırdır. İnsanların yaşayış həddi normal səviyyədən qat-qat aşağı düşüb. Yəni sosial-iqtisadi problemlər böhranlı həddə çatıb. Ümumiyyətlə İranın indiki siyasi sistemlə idarə olunmasının mümkün olmadığını bildirir. Qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayır. Hətta onu qeyd eləmək olar ki, son illərə qədər, yəni Pezeşkiyanın hakimiyyətə gəlişinə qədər, prezident seçilməsinə qədər Azərbaycana qarşı təhdid, təzyiq siyasəti yürüdən rəsmi Tehran, hətta bizim sərhədlərimizə qoşun yığıb hərbi təlim keçən rəsmi Tehran hazırda Azərbaycanla münasibətlərini nisbətən yumşaldıb və normal münasibətlər qurmağa cəhd göstərir və bütün bunlar məhz prezident Məsud Pezeşkiyanın xidmətləridir. Yəni İran və Azərbaycan münasibətlərinin normallaşması onun xidmətləridir. Yəni təbii ki, bütün bunlar dini təmayül üzərindən idarə olunan siyasi sistemin maraqlarına qətiyyən cavab vermir. Onlar hesab eləyirlər ki, əgər Pezeşkiyan bu cür davam eləyərsə İranda sistemin dəyişdirilməsi və yaxud da heç olmasa sistemin islahatlara məruz qoyulması qaçılmaz ola bilər. O halda da bunlar hakimiyyətin böyük bir hissəsini itirmiş olarlar. Ölkəyə nəzarəti onların əlindən keçərək islahatçı qüvvələrin əlinə keçər və buna da müqavimət göstərirlər. Bunun da əsas çıxış yolu nədən ibarətdir? Ölkəni islahatlara və daha modern idarəçilik sisteminə aparmağa çalışan bir prezidenti hakimiyyətdən kənarlaşdırmaqla bağlıdır. Ona görə də sizin dediyiniz məsələ ortaya çıxır və impeachment tələbi ilə onu hakimiyyətdən kənarlaşdırmağa çalışırlar.